Salam kızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri kartoşka ilə birlikdə kotlet edəcəm. Kotletim həm toyuq ətindən, yarı toyuq əti, yarı yəni mal əti. İkisini bir yerdə etmişəm. Amma heç bir yerdə etməmişdim. Yəni hər zaman kotlet bişirəndə toyuq ətini ayrı, mal etini ayrı edirdim. Bu dəfə dedim fərqli olsun. Biraz dad görüm fərqlilik varmı? Mal ətindən belə deyim, toyuq ətini yəni bir yerdə çəkdim, bir yerdə hazırladım. Qızlar çox gözəl olurmuş. Mən heç etməmişdim. Yenə dediyim kimi hər birini ayrı-ayrılıqda etmişdim, amma indi gördüm fərqli. Yəni dad odur. Çox gözəl, həm yumuşaq, həm dadı da çox gözəldir. Mən sınadım, siz də sınaya bilərsiniz qızlar. Yəni bilirəm ki, bəlkə də edirsiniz. Yəni hamının evində olan bir yəni hamı bildiyi bir yeməkdir, belə deyim. Kartoşkaları belə yəni o birisi videolarımda dediyim kimi belə doğrayıb belə qızardanda çox sevirəm. Həm də uşaqlar da sevir. Ona görə də hər zaman belə qızardıram kartoşkanı. Tuzunu, sarı kökünü vuracağım. Əvvəlcə birinci yəni kartoşkaları qızardacağım, sonra isə yəni kotletlərimi edəcəm. Sizlər necə edirsiniz qızlar? Sizlər necə edirsiniz? Heç edibsizmi belə? Mən birinci dəfədir etdim. Yenə dediyim kimi, yəni ayrı-ayrılıqda edirdim, amma bu belə etməmişdim. Amma birinci dəfə etdim. Çox xoşuma gəldi. Dadı da yəni qızarmağı da çox gözəl oldu. Sizlər necə qızlar? Sizlər də kotleti hansı formada edirsiniz? Müəyyən formada edənlər var. Mən yəni bəzən elə olur ki, uzun sofda edirəm. Amma belə yəni bu qaydada da yastı formada da edirəm. Bir də qızlar bir fikir deyim, yəni bir fikrinizi alım, fikir deyim yox, fikrinizi alım. Heç kotleti yəni hazırlayıb soyuducuda saxlamısınızmı? Mən etməmişəm. Düzü sözü heç sevmirəm. Düzdür, dolmanı edirəm. Amma yəni dolmanı büküb marazilkaya atıram, amma heç vaxt kotleti etməmişəm. Kotlet mənə elə gəlir ki, bəzən deyirlər ki, kotletdir, kiftədir. Bunları edib soyuducuda saxlayırıq, belə yaxşı olur, əlimizdən tutur. Düzdür, əlimizdən tutmağa vaxt cəhətdən yaxşıdır, amma mənə elə gəlir, dad cəhətdən mənə xoş gəlməz. Mən elə hiss edirəm, bilmirəm sizlər necə, sizlər də heç edmisinizmi? Dadında fərq görmüsünüzmü? Dolma indi belə deyək, yəni dolma biraz çətin bükülən bir vaxt aparan bir yemək olduğu üçün dolmanı yəni pratik eləyib tez marazikaya atırıq ki, əlimizin altında olsun. Amma mən nə kotleti, nə kiftələri xoşlamıram. Yəni edib soyuducuya qoymaq. Bilmirəm sizlər necə, sizlərin fikirlərinizi yorumlarda gözləyirəm. Qızlar, soğanını yəni blenderdən keçirmişdim. Üzərinə mən şüyüt, birazdan kişmiş vurmuşdum. Bir də nanə vururam. Duz, istiyot, biraz da sarı kök vururam. Rəngi çox gözəl olur. Bilmirəm sizlər vurursunuz ya vurmursunuz. Sizlər kotleti hansı yəni göylərdən, ədəvalardan, hansılardan vurursunuz? Üzəri üçündə bir dənə yumurta vururam ki, dağılmasın. Düzdür, mal əti, toyuq ətidir. Yəni bəlkə də deyərsiniz ki, onlar dağılmır da. Yəni heyvan əti həm hər zaman bilirik ki, heyvan əti kiftədə, yəni kotletdə tez dağılır, yağlı ətlər. Amma yəni bu mal əti çox dağılmır. Amma yenə də hər ehtimala qarşı hər zaman bir dənə, yəni kiftəyə, elə kiftə də olsun, kotlet də olsun, vururam. Bir ədəd yumurta vururam. Əlimlə qarışdırıram qızlar. Ondan sonra mən suxaridə bişirməyi sevirəm, unla yox.
Hər zaman suxarini belə hazırlayıram. Yemək də olmasa da belə alıram. Yəni əlimin altında hazırım olmasa belə alıram. Suxari də olanda mənə daha rahat olur. Onda deyim ki, adamın əli çox batır, xəmir kimi olur. Ona görə də heç vaxtı onda sevmirəm. Elə suxari də eləməyi sevirəm. Gördüyünüz kimi bir yəni siniyə suxarini bol şəkildə tökürəm. O üz fırladıram və doğrama taxtasının üzərinə yığıram ki, əlimin altında hasand olsun. Kartuşkalarım bişəndən sonra həmin onun yağında da bişirəcəm qızlar. Bir də bir söz deyim qızlar. Sizlər evdə özünüz üçün yemək bişirəndə, istər özünüz olsun, istər qonaq olsun, yəni əlcəklərdən istifadə edirsinizmi? İndi belə yəni əti qarışdıranda yadıma düşdü. Bir dənə ağlıma gəldi ki, bir soruşum. Mənim üçün də maraqlı olar. Belə deyim, mən heç vaxt əlcəkdən istifadə etmirəm. Yəni gündəlik evdə öz yəni necə deyim, öz aləm üçün bişirirəm. Yəni mənə elə gəlir ki, əlcək o qədər də önəmli deyil. Ona görə də istifadə etmirəm. Mən biraz ümumiyyətlə şirədir, belə yağlı bir şeylərə həssasam. Şirəli, yağlı bir şey. Dəqiqə bir əlimi yuyuram, tez-tez elə əlimi yuyuram, amma yəni əlcəkdən istifadə etmirəm, edə bilmirəm, belə deyim. Bəlkə də öyrəşməmişəm. Öyrəşsəm əlcəkdən də istifadə edərəm, amma heç öyrəşməmişəm deyən əlcək istifadə etmirəm. Bəzən elə olur ki, indi bax əlcək dediniz, dedim əlcək, yəni ağlıma gəldi. Yəni heç hansısa bir evdə təmizlik edəndə belə hamam otaqlarında olsun və ya da kuxnada belə əlcəkdən kimyəvi maddələrdən istifadə edəndə belə o əlcəkdən istifadə etmirəm, edə bilmirəm daha doğrusu. Sizlər necə? Sizlər istifadə edirsinizmi? Qızlar, kartuşkam da gördüyünüz kimi gözəl bişdi, üzəri xırçıltılı, amma yumşaq olur. Belə deyim qızlar, deyirsiniz ki, iri belə doğrananda içi çiğ qalır. Yox, çox gözəl yumşaq olur. Çünki bol yağda bişəndə kartuşkalar yaxşı qızarır və üzəri də içərisi də bişir, üzəri də xırçıltılı olur. Gördüyünüz kimi kartuşkalar bir qırağa yığıb elə həmin yağda da kotetlərimi qızardacağam. Yəni ayrı yağ dəyişmirəm, belə deyim. Amma bəzən elə olur ki, kartuşkaları qıraqda bişirirəm, yəni kotleti başqa yağda, amma bu dəfə elə etmədim. Elə dedim, həmən elə o yağda da bişirdim. Çox gözəl çıxdı qızlar. Yəni dağılmır. Suxarləyəndə də lap gözəl olur. Dağılmır. Mənə elə gəlir un olanda suxaridə daha qırmızı, üzəri xırçıltılı bişir. Yəni amma onda o qədər də gözəl bişmir. Mən elə fikirləşirəm. Sizlər necə? Sizlər də suxaridən istifadə edirsinizmi? Yoxsa undan mı istifadə edirsiniz? Mən kiftiyə biraz vura bilərəm, yəni un, amma yəni kotletə heç zaman yəni un vurmuram. Hər zaman da suxarilərlə edirəm. Gördüyünüz kimi qızlar çox gözəl bişir. Mən hər zaman vamxodla bişirirəm ki, qoy içərisi də gözəl bişsin. Yəni qazın altını qaldıranda üzəri tez qızarır, içərisi bişmir. Ona görə də hər zaman vamxodla qoyuram bişsin. Bir düzüm düzdüm. İndi yığıram yenə əlimin altına, o taxtanın üzərinə. Onlar qızarsın. Ondan sonra yenə də belə deyim, yəni qızardacağım. Sizlər necə? Sizlər necə edirsiniz? Hansı formada bişirirsiniz? Düzdür, kotlet bilinir ki, bir formada bişirilir. Yəni içərisinə nə vurursunuz? Hansısa ədviyyatlardan istifadə edirsinizmi? Belə deyim, bilmirəm. Bəlkə də yəni satışda var, amma
kartoşka qızartmaq üçün ədviyyat var, kabab üçün ədviyyat var, amma heç kotlet üçün ədviyyat istifadə etməmişəm. Bilənləriniz varsa da yorumlarda gözləyirəm. Yəni kotlet üçün də ədviyyatlar varsa da fikirlərinizi gözləyirəm. Yəni dadı necədir? Düzdür, kabab üçün, kartoşka üçün istifadə etmişəm. Onların dadından xoşum gəlib. Yəni kababda da kartoşka qızartmalarında da olan ədviyyatlardan yəni istifadə etmişəm. Amma heç kotlet üçün ayrı yəni ədviyyat istifadə etməmişəm. İndi düzdür, satışda hər bir ədviyyatlar var, adi pizzalar üçün, hər bir şey üçün, qızartmalar üçün, amma heç yəni kotlet ədviyyatını istifadə etməmişəm, yəni görməmişəm də. Bəlkə də var, amma görməmişəm. Amma mən hər zaman kotletə sivan duzunu, sineli vurmağı daha çox sevirəm. Amma yenə dediyim kimi, o birisi videolarımda dediyim kimi, əlimin altında olmadığı üçün əvvəllər Gürcüstan yolu açıq olanda çox istifadə edirdim, çox alırdım. Yəni hər zaman evdə zapazım olurdu. Amma indi gedib gəliş olmur. Yəni gedən də özünə bilən veş gətirir. Gətirə bilmirəm, amma əvvəllər yəni ala bilmirik, evdə olmur belə deyim, amma əvvəllər özümüz gedirdik, gəlirdik, yəni istədiyimiz kimi hər şeydə alırdıq. Amma yollar belə bağlı olduğundan düzdür, açıqdır, yəni demirəm, amma biz gedib gələ bilmirik. Amma əvvəllər biz çox gedirdik, gəlirdik, oradan hər bir ədviyyatı alırdıq. Gürcüstanın ümumiyyətcə belə deyim, ədviyyatları çox gözəl olur. Çox dadlı olur. Mən burada yəni o dadı ala bilmirəm. O gözəl o dadı. İndi vururuq kababa da o ədviyyatı vururuq. Amma o dad kimi dad olmur. Sizlər bilmirəm necə, bəlkə də çox danışdım ədviyyat haqqında. Mən çox sevirəm ədviyyatları. Daha çox istifadə edirəm, belə deyim, amma baxıram elə adamlar var ki, istifadə etmir. Mən adi çayda belə müxəyidir, darçınıdır, yəni o qızıl gül ləçəyidir, Məkkə gülüdür. Bunları daha çox sevirəm. Ümumiyyətcə iyili, ətirli çayları daha çox sevirəm. Sizlər necə? Sizlər də sevirsinizmi? Çaylarda, yeməklərdə, ədviyyatları, ətirli çayları belə deyim. Siz yəni yoxsa sadə bir çayımı sevirsiniz? Mən yorğunluğumu atmaq üçün belə deyim, nəinki bəzən deyirlər ki, sadə çay olsun, rəngli çay olsun, yorğunluğumu atım. Yox. Adətən o ədviyyatlı çayları, ətirli çayları içəndə daha çox yorğunluğum çıxır, belə deyim. Qızlar, gördüyünüz kimi kartoşkaların elə yanına da bir tərəfə çəkmişəm, yanına da kotletləri düzəcəm və üzərini bol soğanla, yəni soğanlayacağım. Bilmirəm, sizlər vurursunuzmu, yoxsa addenli qırağam, yəni doğrayıb qırağamı yığırsınız. Amma mən üzərini sumaxlı çox sevirəm soğanı. Ümumiyyətcə belə deyim, kotletdə, kababda soğanı daha çox sevirəm. Biraz da yəni sumaqda oyulmuş şəkildə daha çox sevirəm. Sağ olun qızlar, Allah amanında qalın. Kanalıma abunə olmağı, like atmağı unutmayın. Sağ olun, o yeni videolarımda görüşənə qədər. Hər birinizin süfrəniz ruzili, bərəkətli, qazanlarınız qaynar olsun inşallah. Allah amanında qalın.